Milli Məclis və Rusiya Federasiyası Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasının açılış mərasimi keçirilib. APA'nın xəbərinə görə iclasda Milli Məclisin sədri Sahibə Qafarova və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak edib. Sahibə Qafarova deyib ki, Valentina Matviyenkonun Azərbaycana səfəri ölkələrimizin parlamentləri arasındakı münasibətlərə təkan verəcək. Stat: Valentina Matviyenko ilə görüşdə hər iki tərəf maraqlandıran məsələləri müzakirə etdik. Ölkələrimizin parlamentləri arasında mövcud dialoq münasibətlərimizin inkişafında mühüm rol oynayır. Çoxtərəfli əməkdaşlıqda MDB-nin Parlamentlərarası Assambleyasının da rolu böyükdür. Bu platforma qarşılıqlı səmərə verən əlaqələrin inkişafına böyük təkan verəcək. Komissiyanın bugünkü iclasında ticari, iqtisadi və regionlararası əməkdaşlığın aktual məsələlərinin müzakirəsi xalqlarımız arasındakı münasibətlərin inkişafına şərait yaradacaq. Statın sonu. Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri isə ölkələrimiz arasında münasibətlərin əsasının ümumilli lider Heydər Əliyevin hakimiyyəti dövründə qoyulduğunu söyləyib. Eyni zamanda iki tərəfli münasibətlərin inkişafında həm regionlararası, həm də transsərhəd əməkdaşlığı mühüm rolundan, eləcə də Azərbaycanda Rusiyanın turizm bürosunun açılmasının önəmindən danışıb. Valentina Matviyenko ölkəsinin Azərbaycandan olan tələbələr üçün təhsil təqaüd proqramlarını artırmaqda maraqlı olduğunu nəzərə çatdırıb. Stat: Azərbaycan gənclərinin Rusiyanın təhsil təqaüdü proqramlarına marağı böyükdür. Əgər təqaüd proqramlarının sayını artırmaq lazımdırsa, biz buna hazırıq. Biz birlikdə olanda istənilən problemlərin öhdəsindən gəlirik. Azərbaycan hökumətinə praqmatik siyasət yeritdiyi üçün təşəkkür edirəm. Statın sonu. Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri qeyd edib ki, komissiyanın gündəliyindəki önəmli məsələlərdən biri də iqlim dəyişikliyidir. Stat: Avropa İttifaqı 800 milyard avronu silahlanmaya sərf edir. Gəlin bu vəsaiti təmiz ekologiya və əməkdaşlığın inkişafına xərcləyək. Biz MDB ölkələri ilə eyni havanı uduruq. Bundan isə gizlənmək mümkün deyil. Statın sonu. Valentina Matviyenko çıxışında Azərbaycanda rus dilinin və mədəniyyətinin inkişafındakı səylərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.